Elm və Təhsil Nazirliyi tender müsabiqəsi keçirmədən Şərq-Qərb ASC ilə satın alma müqaviləsi imzalayıb. Yenavaz.com xəbər verir ki, Nazirlik Şərq-Qərb ASC ilə 1.213.000 manat dəyərində müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə Şərq-Qərb ASC Nazirliyin sifarişi əsasında dərslik və metodik vəsaitlərin hazırlanması və təkmilləşdirilməsi işlərini həyata keçirəcək. Məlumat üçün bildirək ki, Şərq-Qərb ASC 14 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 589.880 manat olan ASC Əhmədli qəsəbəsi Aşıq Ələsgər küçəsi ev 17 ünvanında yerləşir. ASC ilə eyni ünvanda Şərq-Qərb Mülk MMC, Şərq-Qərb Nəşriyyat Evi MMC və Global East-West MMC də yerləşir. Bu ünvanda vaxtı ilə 4 nömrəli Bakı Kitab Mətbəəsi fəaliyyət göstərib. 2001-ci ildə özəlləşdirilərək Şərq-Qərb ASC-yə çevrilib. Açıqlanan son hesabatlarda Şərq-Qərb ASC-nin səhmlərinin 96,5%-nin Mehdiyev Teymur Ramizoğluna məxsus olduğu bildirilib. Reyestr məlumatlarında Mehdiyev Teymur Ramizoğlunun qeydiyyat ünvanı Bakı şəhəri İstiqlaliyyət küçəsi ev 9 mənzil 31 göstərilir ki, həmin ünvanda həm də prezident aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev qeydiyyatdadır. Qeyd edək ki, dövlətə xəyanətli tam olunan və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilən Ramiz Mehdiyevin yeganə oğlu general-mayor Teymur Mehdiyev bir müddət əvvəl Fövqəladə Hallar Nazirinin müavini vəzifəsindən azad olunub.